Salam. Təbiətin gözəl sağıdır. Neçə vaxtdır ki, təbiəti seyrə çıxmırdım. Amma görəndə ki, ağaclar çiçək açır. Belə qənaətə gəldim ki, bunlarda olan bəzi xüsusiyyətləri də sizə çatdırım. Bax, bu şaftalı ağacıdır. Fikir verin. Qeyd eləmişik ki, vegetativ tumurcuqlardan yarpaq əmələ gəlir. Bax, bu gördüyünüz yarpaqlar. Amma generativ tumurcuqdan isə çiçək əmələ gəlir. Gördüyünüz bu çiçək generativ tumurcuqdan əmələ gəlib. Belə qənaətə gəlirik ki, əgərləri bitkilərdə çiçəklər tək-tək yerləşirsə, deməli, bir generativ tumurcuqda bir çiçək başlanğıcı, bir qönçə başlanğıcı mövcud olacaqdır. Bax, gördüyünüz kimi bir ədəd çiçək burada bir tumurcuq, generativ tumurcuqdan əmələ gəlibdir. Bununla yanaşı, verin, bax buna. Bu elə bil ki, albalıdır. Albalının da generativ tumurcuğundan bax, fikir verin. Neçə dənə görün, çiçək əmələ gəlibdir. Bildiyimiz kimi albalıda sadə çiçək, sadə çətir çiçək qrupu mövcuddur. Baxsaq, bir çiçəyin, bir generativ tumurcuğun daxilində 5 ədəd çiçək tumurcuğu olduğunu görərik. Deməli, generativ tumurcuqlarda çiçəyin çox olması asılıdır çiçək qrupunun olmasından. Çiçək qruplarında çox olur çiçəklərin sayı. Bu qədər, sağ olun.